Salam, hər vaxtınız xeyir. Dostlar, bu videoda avtomobilinizin sığortalı olub olmadığını, SMS ilə yoxlamağın qaydasını göstərəcəm. Bəli, avtomobilinizin sığortalı olub olmadığını cəmi bir SMS ilə yoxlamaq mümkündür. İcbari Sığorta Bürosunun təqdim etdiyi 9707 SMS xidməti ilə avtomobilinizin icbari sığortasını saniyələr içində yoxlaya bilərsiniz. Birinci üsul: dövlət nömrə nişanı ilə yoxlamaq. Sadəcə mobil telefonunuzdan 9707 nömrəsinə avtomobilinizin dövlət qeydiyyat nişanını, məsələn 10 40 806 formatında, yəni boşluqsuz yazıb SMS göndərin. Əgər sığorta etibarlıdırsa, sizə sığorta şirkətinin adı və əlaqə nömrələri göndəriləcək. Əgər etibarsızdırsa, bununla bağlı yenə də məlumat dərhal sizə təqdim olunacaq. İkinci üsul: sığorta şəhadətnaməsinin nömrəsi ilə yoxlamaq. Sığorta şəhadətnaməsinin nömrəsini, məsələn PPA 11 701 9707 nömrəsinə SMS ilə göndərin. Yenə də sizə şəhadətnamənin etibarlı olub olmadığı barədə tam məlumat veriləcək. Qeyd: bu xidmət sayəsində artıq sənədləri axtarmağa ehtiyac yoxdur. Sadəcə bir SMS kifayət edir və bununla da hər şey aydın olur. Əlavə olaraq səhifənin linkini videonun aşağısında yerləşdirəcəm. Linkə daxil olduqdan sonra bir qədər aşağıda faydalı linklər və faydalı bilgilər adlı başlıqlardan digər məlumatlarla da tanış ola bilərsiniz. Məsələn, faydalı linklərdə sığorta müqaviləsini yoxlaya bilərsiniz, cərimə və balları yoxlaya bilərsiniz və s. Faydalı bilgilərdən də yararlana bilərsiniz. Sığorta hadisəsi baş verirsə nə etmək lazımdır? 9707 SMS xidməti burada da qeyd olunur və s. Videonu izlədiyiniz üçün təşəkkür edirəm. Növbəti videolarda görüşmək ümidi ilə sağ olun.